Ayaqlarınızda varikoz varsa bilməli olduğunuz 5 şey. Birincisi, varikozun əsasında yaranan tromboz. Dünyanın ən böyük problemlərindən biri və bu gün ən çox insan ölümünə səbəb olan bir bəla. İkinci biləcəyiniz şey, varikoz nəticəsində inkişaf eləyən qanaxmalar. Varikoz gec-tez damarlar genişlənir, qanaxmayla fəsadlaşır. Bu isə həyat üçün bəzən təhlükəli olur. Bundan özünüzü qoruyun. Üçüncü biləcəyiniz şey, varikoz uzun müddət davam eləyərsə, trafiki dəyişikliklərə və onların da son həddi olaraq trofiki xoraların yaranmasına gətirib çıxara bilər. Və bu trofiki xoralar uzun müddət sağalmır. Ona görə onu deyirlər, uzun müddət sağalmayan trofiki xoralar. Bəzən bu hətta ayağın amputasiyasına gətirib çıxara bilər. Dördüncü şey, bu varikoz xəstəliyində inkişaf edən ödemdir. Bir ayağın ödemi, yəni ödem ayaq şişir, şişkinlik, hətta insanın əmək qabiliyyətinə çox ciddi təsir göstərir və çoxlu problemlər yarada bilər. Bəzən bu ödem qarşılıqlı olur, limfovenoz ödemə keçir. Belə olduqda hətta bəzən xəstələr göstərirlər ki, ayaqlarından su axır. Bizə də belə müraciət edirlər ki, professor, ayağımdan su axır, bunu necə müalicə etmək olar? Və axırıncı və ən dəhşətlisi, bu ağciyər arteriyasının trombemboliyası, yəni varikoz olan damarda tromb əmələ gəlir. Əmələ gəlmiş olan tromb miqrasiya eləyir, gedir düşür ağciyərə və ağciyər arteriyasının trombemboliyasını verə bilər ki, bu da bilirsiniz dünyada ən çox yayılmış bir fəsaddır və ən çox ölümə gətirən səbəblərdən biridir. Ona görə də vaxtında müraciət edib bu bəlalardan özünüzü qoruyun, qurtarın.